Mərkəzi Elmi Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının Elm Gününə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər çiçəklər düzülüb. Sonra Elm Gününə həsr edilmiş elmi nailiyyətləri əks etdirən kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib. Həmçinin Azərbaycan Yazıçılar Birliyinin sədri xalq yazıcısı Anarın əsərlərindən ibarət sərgiyə baxılıb, onun imza saatı təşkil olunub. Tədbiri giriş nitqi ilə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbib bəyli açaraq Elm Günü və elmlə ədəbiyyatın dialoqu mövzusunda məruzə edib. Bu ilki Elm Gününün AMİA-nın 80 illik yubileyinə təsadüf etdiyini deyən akademik İsa Həbib bəyli dövlət başçısının Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında 18 mart 2025-ci il tarixli sərəncamı ilə keçirilmiş şərəfli tarixi yola qiymət verdiyini və akademiyanın gələcək vəzifələrini müəyyənləşdirdiyini bildirib. Qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyası son 3 il ərzində tarixində ilk dəfə olaraq beynəlxalq elmi qurumlara, Asiya Elmlər Akademiyalar və Elmi Cəmiyyətlər Assosiasiyasına, Beynəlxalq Elmi Şuraya və Akademiyalar Arası Tərəfdaşlıq Assosiasiyasına tam hüquqlu üzv seçilib. Dünya elmində vacib qərarların elmi istiqamətləri müəyyənləşdirilməsində öz sözünü deyir. Ötən 80 il ərzində Azərbaycan Milli Elmlər Akademiyasına ümumilikdə 437 görkəmli alim, həqiqi və müxbir üzv seçilmişdi. Bu alimlər arasında 1 nəfər Sovet İttifaqı qəhrəmanı, 10 nəfər sosialist əməyi qəhrəmanı, 72 nəfər SSR dövlət mükafatı laureatı və 11 nəfər müstəqil Azərbaycanın dövlət mükafatına layiq görülmüşdü. Ötən əsrin 1970-80-ci illəri əldə olunmuş nailiyyətlərə görə Azərbaycan elminin intibah dövrü hesab olunur. Heç şübhəsiz qeyd olunan intibah dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə birbaşa bağlıdır. Ulu Öndər daim elmə, təhsilə və ziyalılara xüsusi diqqət, qayğı göstərmiş, nəticədə Azərbaycan elmi nailiyyətləri ilə həm respublika daxilində, həm də beynəlxalq miqyasda tanınmışdır. Bu ilki Elm Günü tədbirinin həm də Azərbaycan Yazıçılar Birliyinin sədri, fəxri qonaq xalq yazıcısı Anarın həyatı və yaradıcılığına həsr edildiyini deyən akademik İsa Həbib bəyli, ədibin Azərbaycan ədəbiyyatında ilklər yaratdığını, şəxsiyyəti və əsərləri ilə daim diqqət mərkəzində olduğunu söyləyib. Daha sonra Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin sosial siyasətində elm və təhsil əsas prioritet sahələrdəndir. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri vurğulayıb ki, 4-cü sənaye inqilabı dövründə süni intellekt, əşyaların interneti və rəqəmsal texnologiyalar çağında Azərbaycan alimlərinin elmi nailiyyətləri ölkənin inkişafında mühüm rol oynayır. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Professor Anar İskəndərov çıxış edərək elm ictimaiyyətini Elm Günü münasibəti ilə təbrik edib, Azərbaycan elminin tarixinə dair mühüm məqamlara toxunub. Professor Anar İskəndərov qeyd edib ki, elm və təhsilin Azərbaycan cəmiyyətinə önəmli yer tutması hələ 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin gündəliyinə daxil edilən əsas məsələlərdən olub. Tədbir iştirakçılarını salamlayan Şota Rustavel adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru Professor İrma Ratiyani Azərbaycan elmi ictimaiyyətini Elm Günü münasibəti ilə təbrik edib. Qeyd edib ki, bu elm müxtəlif xalqların nümayəndələrini birləşdirən məkandır və məhz bu məkan Gürcüstan və Azərbaycan alimlərini bir araya gətirib. Tədbirdə çıxış edənlər son illərdə Azərbaycan elminin əldə etdiyi nailiyyətlərdən danışıb, o cümlədən xalq yazıcısı Anarın həyatı və ədəbi fəaliyyətinin incə məqamlarına toxunublar. Daha sonra Elm Gününün fəxri qonağı Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıcısı Anar çıxış edib. O, tədbirdən öncə tanış olduğu elmi nailiyyətlər sərgisi haqqında fikirlərini bölüşüb. Tədbir çərçivəsində o cümlədən akademik İsa Həbib bəyli tərəfindən əldə etdikləri elmi nailiyyətləri və elmin populyarlaşdırılmasına verdikləri töhfələrə görə bir sıra alim, mütəxəssis və jurnalistlərə AMİA-nın fəxri fərmanı, AMİA-nın fəxri diplomu, ilin gənc alimi diplomu və təşəkkürnamələr təqdim edilib. Leyli Naimik qızı, Fərid Əşimov, Elm TV.